Salam, indi baxaq görək nə yığa bilərik. Dostlar, hamınıza salam. İndi bu Xəzər ladanı yığmaq lazımdır. Güya Xəzərdir bu. Yəni tam bilmirəm nədir, amma Xəzərin şəklinə baxıb qalxdan kompüterə yığayım. Bunu da bayaqları nətər 46 milyon pulum olduğunu deyim də. Bir dənə maşınım var idi, onu satdım, amma YouTube imkan vermir ki, 26 dəqiqəlik video qoyum. Maksimum 15 dəqiqəlik. Ona görə getdi o qədər video. Amma mən o videodan qısa şeyləri shorts videolarında paylaşacağım. İndi bir dənə bunu yığmaq lazımdır. Bunu video əvvəl aldım. Hani bu? Bunu video əvvəl almışam. Kim yığıbsa pis yığıbdı. Biz bunu qəşəng bir Xəzər yığıb 5 dəqiqənin içində. Aparıb bunu qəşəng qiymətdən satmaq fikrim yoxdur, amma öz qarajımızda qalmağını istəyərəm. Bir dənə Xəzərim olmağını istəyərəm. Xəzər vaxtı belə yığmışdı. Qəşəng satırdı. Bu numarasını tutulma biraz gəzişdi. Yaxşıdır. Bunu alaq, kopyaləyək. Bunu sürüşdürək bu yana. Bu biraz elə bir çox getdi. Belə eləyək. Hə, tam oldu elə ortada deyəsən. Çıqqılı. Hə, belə. İndi bunun gövdələndirmə işlərini zaten eləmək üçün bir dəqiqə vaxtımızı alım. Və sinyal işığını da belə qoyaq. Alaq indi bunu balacalaşdıraq. Gətirək indi bunu belə fırladaq. Biraz da böyütmək lazımdır, amma biraz kamera pisdir deyə telefonun ekranında biraz çıxlıq qırmışam. Ona görə bir damcı qırdığım üçün biraz belə sürüşür eləyir. Onu düzəltməyi bilmirəm. Düzəltdirəm, ondan sonra qəşəng. Bir də ki bu car parkingdə sizə deyirəm, bu sunucularda söhbət istəsin mənləsə bağlayın, çünki pis sözlər yazırlar. Ona görə məncə lazımsız hissədir. Cəmaət pis söz yazır, baş qoşmaq məncə mənasız bir hissədir deyim. Yəni o öz biliyinizə bağlı, yəni özünüz baxmaq istəyirsə baxın, amma məncə mənasız deyil. Alver eləməyəsizsə mənasızdır. Onu deyə bilərəm. Çünki alver eləməyəsənizsə mənalıdır, amma alver eləsəniz, onda mənalıdır. Nə istəyirəm özümdə qanmadım. Qıfırladım. Belə. İndi bunun diskini düzəltmək lazım. Bu nə rəngdə? Bu yox. Bu heç yox. Bu heç yox. Bu ola da bilməz. Bir dənə 16-17 diskini taxaq buna. Hələlik. Bəncə yəni vur sıfıra. Heç. Heç olmamış kimi eləyə bilərik ki. Pəncərə deyirəm, gör hara gedib fikir. İndi heç olmamış kimi oldu. İndi cam verirlər. Başlayaq indi camı düzəltməyə. Bu nasıl?
Başı kaçtı bunun. Bu nasıl bu yana gelmir? Nasıl bug var elə bir. Bir dakika. Ben şu böyle yeni düzelir. Ha, geldi. Bence kırmızı ileri. Şimdi hara getdiyini görə bilək. Deməli bunu böyütmək lazımdır. Belə. Bu yan eləməmişdən qabaq birinci bu yan eləmək lazımdır ki, bu yanı görə bilək. Gətirək. İndi qırmızı rəng eləyib, buna qaraldaq. Qəşəng edirik hələlik. Bir dənə vinillərə girək. Vinili qara. Biraz da sürətli eləməyimin səbəbi videonu çatdırmaqdır. 5 dəqiqə ya bir 6 dəqiqə yazıb eləməliyəm. 6 dəqiqə tamam olubdur, amma ben bu videonun maksimum demək olar ki təxmini 15 dəqiqəyə çatdırmalıyam, ona görə əlimdən necə o sürətlə eləyirəm. Bunlar mənasızdır. Özündə qalmağa yaxşıdır. İndi buna logo yaratmalıyıq. Logodakı biraz gəziliş olduğu üçün asan formada bir dənə logo düzəldir. Bunu qarajda geçən xatirəli saxlayayım. Bunu bacal 90 yazaq. 90 yox. 270 yapsaq. Hə, 270 doldu. Çünki belə altta bagaj qapağı açıyor. İndi bura gəlib bunun bir dənə böyüdək. İndi bir dənə daha balacalaşdırırıq. Belə deməli qırağını xəttə qoya bilsəm qəşəng olayıq. Hə, siyah. İndi o biri maşında da elədiyim kimi, o biri Xəzərində elədiyim kimi bu logo ilə asan formada Xəzər logosu eləmək olur. Mən həmişə belə eləyirəm bu logo ilə. Bu logo ən qəşəng uyduğu logodur. Sonra qavağına gələndə qavağına heç zət dəymirəm. Bura gəlib əslində bir şey də eləmək olar, amma eləməyə məncə yaramaz. Bir dənə üstünə taksi qoyub ki, bazarda gəzmək olar, o da ki mənasızdır. Baxaq görək başqa nə əlavə eləyə bilərik buna. Çıqqılı logosuna gölgə əlavə eləyə bilərəm. Bura. Buraya biraz gölgə əlavə eləyə bilərəm. Deməli. Dəsək almam məncə. Birazcık da maşına reallıq qatmaq istəyirəm. Ona görə biraz belə səy-səy şeylər əlavə edirəm ki, maşın biraz real görünsün. Qəşəng amma burası tünt oldu elə bil. Ha, burası çox açıq oldu. Belə eləyək. Qəşəng. İndi nə qara bilərik, nə qara bilərik. Bax, fəni qara eləyə bilərəm əslində, o da ola bilər. 9 dəqiqə olmuş video. Hesab demirəm, qaraltmalıyıq indi qabaq bu feri ki, video dayansın. Belə. Çox hərbi qaraltdığı. Hə, belə bir də ki, biraz bunu indirək. Tuzdurumaq olmuyor. Bir dənə tuzdura bilsəm qəşəng olayıq.
Geçin. Səliqəli. Dal büfəni təbii ki eləyim. Yəni bu xəzərin dal büfəri qara olmaz. Məncəm. Belə gəlirik, buralarını da qaraldırıq. Buraya gələn bu xəttləri həll eləməkdən ötəri qırmızı elədim. Belə. Burada gələ yenə qırmızı ya da sarı, fərqi yoxdur. Bənövşəyi eləyib. Buradan belə bağını düzəltmək olar. İndi bu maşına bir dənə cezbazar ayar eləmək lazımdır. Bunu bura qoyuruq, bunu da bura qoyuruq. 757 HP oldu. Bunu da satın aldıq. Bunu da qoşdururuq. Buna basıb sıfırlayıb uygulaya basırıq. Test 750 700 500 neçə 800 1695 HP eləsəm mənə bəsdir. Yəni çox da bu HP-ni artırmaq istəmirəm deyəcəm. Yenə itirdik. Buranı belə eləyirik. Sizə də bu ayarı göstərirəm ki, siz də özünüz eləyə bilərsiniz. Aslında ayardır. Buradan buna basıb belə eləyəndə maşınımızın HP-si qalxır. Təkər taxmaqsız da olar, yəni təkər mənasız bir şeydir. Buradan belə eləyirik, amma arada bir sizə report şey gəlir, ona da fikir verməyin. 1970 və 2000 HP elədik. Bəs indi bu bir dənə şey gəlməsin. Son gələcək. Və bu ayarı sizə tövsiyə edirəm. Yəni YouTube'dan görmüşəm, qəşəng ayardır. Yəni öz maşınlarınızı təxmini bir 2000 HP eləmək olur maksimum. Yəni ayar qəşəng ayardır. Yəni öz hesabınızdakı maşınlarda eləyə bilərsiniz. Baxın bir dəqiqə maşınım mənim 1024 HP deyil. Sürətlənməli yerdəndir. Yəni normaldır. Yəni bu ayarla bütün maşınlarınızı hiləli eləyə bilərsiniz. Yəni hilə yox, amma qəşəng sürətləndirə bilərsiniz. Və dostlar, videomuz bu qədər. Bir dənə son olaraq sizə maşını göstərib mən gedirəm yatmağa. Sabah da yəqin ki təzə videomuz gələcək. Təzə video olaraq hansı maşın yığacağımı da axırıncı qoyduğum Audi Shows videosuna yaza bilərsiniz. Sağ olun. Bu qədər bölümümüzə gəldi. Nəysə, sağ olun, salamat qalın.